Azərbaycan Kinematografçılar İttifaqı Kino Günləri layihəsini bu dəfə Mərkəzi Aran regionunda həyata keçirməyə başlayıb. Aranda Kino Günləri adı altında reallaşan layihə Ucar, Zərdab, Göyçay, Yevlax və Ağdaş rayonlarına əhatə edir. İlk nümayişlər 16 aprel 2025-ci il tarixində Ucar rayonunda baş tutub. Rejissorlar Ruslan Ağazadənin balaca qısa metrajlı və Aydın Arslanın aktyor tam metrajlı bədii filmlərinə tamaşaçılar rayonun Heydər Əliyev mərkəzində baxırlar. Nümayişdən əvvəl tədbirin moderatoru kinotənqidçi Aygün Aslanlı layihə barəsində məlumat verir. Cənub bölgəsində, Aran bölgəsində, Şimal bölgəsində belə hər həftə kəndlərdən sonra filmlər göstərməyə, uşaqlar üçün gizli filmləri göstərməyə çalışırıq. Yəni, layihənin mahiyyəti budur. Tədbirdə Ucar rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamaliyev də çıxış edir. O, regionlarda kinoteatr şəbəkəsinin yaradılmasına ehtiyac olduğunu vurğulayır. Şəbəkənin qurulmasında Kino Günləri layihəsinin əhəmiyyətindən danışır. Son dövrlərdə xüsusilə Rasim Balayevin həmin sahəyə rəhbərlik elədiyi dövrdə bu sahəyə maraq daha da artır və bugünkü gündə bu layihənin də məqsədi ondan ibarətdir ki, siz bölgələrdə kinoya marağı daha da artırasın. Filmlərə baxışdan sonra tamaşaçılar ekran əsərləri barəsində fikirlərini bölüşürlər. Kinotənqidçi Aygün Aslanlı tamaşaçıların suallarını cavablandırır. Bərabər və bir-birinə bağlı şeylərdir. Sevgilərimiz olmasa, içimizdə sevgi olmasa, məncə heç vətən sevgisi də olmayacaq. Ona görə o sevgi kiçik şeylərdən olur, böyüyür.